Təvəllüdüm 1870-ci ilin may ayının 17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində Ağbulaq kəndində anadan olmuşam. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Əbdürrəhim bəy Haqverdiyev özü haqda yazdığı tərcüməyə halda bu cümlə ilə başlayır. O, nəslinin, atasının şəxsiyyəti, sosial statusu haqqında ətraflı məlumat verməsə də, babası, atası, əmlərinin savadlı, maarifçiliyə meyilli bəylər olduğunu, atası Əsəd bəyin Şuşa prokurorluğunda məsul vəzifə icraçısı kimi çalışdığını arxivdə qoruyub saxladığı sənədlər, məktublarla təsdiq edir. Haqverdiyev körpə ikən atasını itirdiyindən əvvəl atasının əmisi, sonra atalığı Həsənəli bəy Sadıqovun himayəsində yaşayıb tərbiyə almışdı. Atalığı Əbdürrəhimi müasir ruhlu bir şəxsiyyət kimi yetişdirmək istəyi ilə Şuşada 1881-ci ildə açılmış dünyəvi elmləri tədris edən 6 sinifli real məktəbə qoymuşdu. Əbdürrəhim bəy 1891-ci ildə Şuşada təhsilini başa vuraraq Tiflisdə bir saylı gimnaziyanın sonuncu, 7-ci sinifinə daxil olmuşdu. Onun ibtidai təhsili sənədlərin göstərdiyi kimi 10 ilə tamamlaması da həmin dövrdə türk müsəlmanları olan münasibətin nəticəsi idi. Azərbaycan ədəbi bədii, elmi pedaqoji, ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev yazıcı, dramaturq, tərcüməçi, publisist kimi olduqca zəngin bir irs qoyub getmiş. Bir müddət aktiv ictimai-siyasi fəaliyyət göstərmiş, diplomatik işdə çalışmış, universitetdə ədəbiyyat tariximizdən mühazirələr oxumuşdu. Doğrudur, ömrünün axırlarına yaxın o da silahdaşı Mirzə Cəlil kimi yuxarı dairələrdə müəyyən mənada unudulmuş, etinasızlıqla üzləşmiş, özünə ögey münasibətdən incikliyini məktublarında dönə-dönə qeyd etmişdi. Lakin müasirləri, dövrünün tanınmış şəxsiyyətləri onun çoxşaxəli fəaliyyətini hələ sağlığında ikən yüksək dəyərləndirmişdilər. Ədibin şəxsi arxivində sağlığında nəşr olunan kitablarının nüsxələri də saxlanılır. Ac hərflər, ayın şahidliyi və dağılan tifaq əsərləri bunlara nümunə ola bilər. Lakin dramaturqun şəxsi arxivində tamamlanmamış və ya sağlığında çap olunmayan pyeslərinin əlyazmaları da var. Görkəmli ədibin pyesləri, hekayələri, felyetonları daim diqqət mərkəzində olub. Lakin hansısa səbəbdən onun publisistik məqalələri tədqiqatlardan kənar qalıb. Əbdürrəhim bəyin arxivində saxlanılan əlyazmaları nəzərdən keçirdikcə teatrşünas, dilçi alim, ədəbiyyatşünas mövqeyində yazılan məqalələri də görmək mümkündür. Haqverdiyevin Leyli və Məcnun dastanında Məhəbbət adlı ərəb əlifbası ilə yazılan avtoqrafik məqaləsində poema tədqiq və təhlil edilir. Tədqiqatçılar uzun illər boyu obyektiv və subyektiv səbəblərdən Haqverdiyevin ömür yolunun bəzi məqamlarının üstündən ya sükutla keçmiş, ya ötəri bəhs olunmuş, ya da ədibin müasirlərinə, dostlarına yazdığı məktublarında, məqalələrində və xatirələrində müəllifin özünə aid epizodik məlumatları olduğu kimi verməklə kifayətlənmişlər. Əziz Şərif yazır ki, yazıcının öz dilindən eşitdiyimə görə, onun bir çox əlyazmaları və ədəbi materialları 1916-cı ildə Ağdamdan köçəndən sonra arada itib batmışdı. Ədibimizin Mirzə Fətəli Axundzadə kimi daimi məskəni yox idi. Müxtəlif vaxtlarda o, Peterburq, Bakı, Şuşa, Ağdam, Tiflis şəhərlərində yaşamağa və çalışmağa məcbur olmuşdu. Ancaq həyatının son illərini köçüb Bakıda qalmışdı. Bu köçəri həyat nəticəsidir ki, Əbdürrəhim bəy öz yazıları və materiallarını səliqə ilə saxlaya bilməmişdi. Maraqlıdır, ədib Ağdamdan köçəndən sonra arada itib batan bir çox əlyazmalar və ədəbi materiallar nələrdən ibarət olmuşdu? Teatrın Əbdürrəhim bəyin həyat və fəaliyyətinin çox böyük hissəsini əhatə etdiyini, bədii yaradıcılıqda daha çox dramaturgiya meyilli olduğunu teatr, dram sənəti haqqında yazdığı dəyərli tədqiqat işləri, məqalələri də sübut edir. Ədib yeyərsən qaz ətini, görərsən ləzzətini, komik dramı ilə qədəm basdığı, sonralar Dağılan tifaq, Bəxtsiz cavan, Pəri cadu, Ağa Məhəmməd Şah Qacar kimi monumental faciələri, bir sıra irili xırdalı dram əsərləri ilə zənginləşdirdiyi milli dramaturgiyamızda yeni tendensiyanın müəllifi kimi tanınmışdı.
Tarixi dram yazmağın məsuliyyətini tam ciddiliklə dərk edən yazıcı Ağaməhəmməd Şah Qacar dramı üçün aylarla həm İranda, həm Peterburq kitabxanasında material toplamaq, tarixi sənədləri araşdırmaqla yanaşı, işləyəcəyi materiala həm də bir rejissor duyumu ilə yanaşaraq, beşpərdəlik əsərə aktrisaların yoxluğu üzündən qadın personajı salmamış və nəhayət böyük bir xanədan hakiminin güclü obrazını yaratmağa nail olmuşdu. Əbdürrəhim bəyin rejissorluq qabiliyyəti və səriştəsi səhnə sənəti sahəsində onu virtuoz sənətkara çevirmiş, milli teatr tariximizin bilicisi, tədqiqatçısı kimi də yetişməsinə imkan yaratmışdı. Haqverdiyev təkcə Azərbaycan dramaturgiyasına ilklər gətirməyib, həm də bir çox sənət adamı üçün ilham mənbəyi olub. 1897-ci ildə o vaxt böyük bəstəkarımız Üzeyir bəyin vur-tut 13 yaşı vardı. Şuşada Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Leyli Məcnun məzarı üstündə adlı musiqili səhnəcik oynanılırdı. Səhnəcikdə Məcnun rolunu 36 yaşlı məşhur xanəndə Cabbar Qaryağdıoğlu canlandırırdı. Onu tarda Sadıqcan kimi tanınan Mirzə Sadıq Əsədoğlu müşayiət edirdi. Tamaşanı izləyənlər arasında Üzeyir bəy də vardı. O, səhnəciyə sonadək böyük maraq və həyəcanla baxır. Çox təsirlənir. Cəmi 10 il sonra, 1907-ci ildə Üzeyir bəyi Leyli və Məcnun operasını yazmağa həvəsləndirən də məhz həmin günkü unudulmaz həyəcan və təəssürat idi. Bunu sonralar o özü də dilə gətirmişdi. Görkəmli ədib 1933-cü ildə Bakıda vəfat eləyib və məzarı 1-ci Fəxri Xiyabandadır. Şuşada yaşadığı müddətcə bədnam qonşularımızın təzyiqlərinə məruz qalan Əbdürrəhim bəyin ruhu bugün şad ola bilər. Çünki onun ana vətəni Şuşa artıq azaddır. Artıq orada erməni xislətinin ayrılmaz hissəsi olan fitnəkarlıq olmayacaq. Azərbaycan xalqının rifahını, mədəniyyətimizin inkişafını bütöv bir ömrünün mənasına çevirmiş Əbdürrəhim bəy Haqverdiyevin mənəvi irsinin qorunması və onun daha dərindən tədqiq edilməsi bizim borcumuzdur.